Salam, sizi yeni bir videomdan salamlayıram. Bugünləri sizlərlə birlikdə pide hazırlayacağım. Pide üçün 1 stəkan ılıq su, 1 çay qaşığı quru maya, 1 çay qaşığı şəkər tozu, 1 çimdik duz halallıq üçün, 6 qaşıq duru yağ, 6 qaşıq da qatıq götürmüşəm qızlar. Un da əslində reseptində un 4 stəkandır, amma mən 5 stəkan yarıma kimi un götürmüşəm. Çünki unlar fərqli olurlar. Yəni çəkisinə görə un fərqli olur. Ona görə də tam sizə dəqiq deyə bilmirəm. Yəni özüm götürdüyüm 5 stəkan yarımdır. Yumşaq ələ yapışmayan bir xəmir hazırlayıram. Çok güzel oldu kızlar. Mən ilk dəfə də hazırlayırdım. Çok sevdim. Evdəkilər də sevdi dadını. Yenə deyirəm, ilk dəfə idi. İlk dəfəmə görə çox xoşumuza gəldi. Düzdür, mən əvvəlki yəni video çəkməmişdən qabaq mən evdə dönər də hazırlayırdım uşaqlara. Lahmacun da tez-tez bişirirdim. Düzdür, pizzanı çəkib sizlərlə paylaşmışam, amma onları yəni video çəkməmişdən qabaq edirdim. Heç vaxt yəni çəkib paylaşmamışam. İnşallah növbəti videolarımda bir dəfə də lahmacun, dönər hazırlayaram. Çünki pizzanı hazırlamışam, yəni çəkmişəm, paylaşmışam. Pidəni də indi sizlərlə bişirib, çəkib sizlərlə paylaşacağım. Belə qızlar, sizlər necə? Sizlər də evdə hazırlayırsınızmı? Nə bilirəm, hamı pizza uşaqların ən sevimlisi, yəni pizzadır. Hər evdə bişirilir, belə deyim. Yəni o ev olmaz ki, pizza hazırlamasın. Çünki uşaqların ən sevimlisi, bu dəqiqə ən tələbatlı uşaqların yeməklərindən biridir. Bilirəm ki, hamı tez-tez hazırlayır. Sizlər necə? Sizlər də evdə hazırlanan, yəni olsun pizza istər, pide istər də lahmacun olsun, evdə hazırlamanı sevirsiniz, yoxsa çöldə yeməyi və yaxud da evə sifariş verməyi? Düzdür, deyirsiniz ki, yəni sən köhnə fikirlisən. Mən də çöldə oturmuşuq, yemişik uşaqlarla, amma evdə bişiriləni, evdə hazırladığımı daha çox sevirəm. Çünki evdəkinin bilirəm tərkibinə nə vururam. Ət təzə ətdir. Özüm bilirəm ki, yəni təzə aldığımız ətdir. Amma orada alınan ətə dəqiq bilmirik ki, təzədir, köhnədir. Ona görə mən hər zaman çəkinirəm. Qabağı da yaya olanda ümumiyyətcə hardasa oturub yeməyi çox sevmirəm. Yayda zəhərləmələr daha çox olduğu üçün, qida zəhərləmələri, ona görə hər zaman çəkinirəm. Yenə dediyim kimi, bəlkə də deyirsiniz ki, yəni köhnə fikirlisən, indi bu dəqiqə hamı restoranda oturur, hamı yəni hər şey alır da, yeyir də. Demirəm, biz də otururuq, biz də yeyirik, amma yenə deyirəm, evdəki başqa bir daddır. Düzdür, oradakı yəni evdəki qədərində dadmaz deyim. Orada bəlkə də nəsə başqa ədviyyatlar mı vururlar, nəsə vururlarsa da dönər evdəki qədərində dadmır. Gəlin düzünü danışaq qızlar. Amma yenə deyirəm, tərkibini bilmirik nə əti olduğu üçün. Amma yenə də ora qaçırıq, harasa ya evə sifariş verdiririk, ya gedirik hardasa otururuq, yeyirik bəhbəhlə, amma tərkibini məsələn bilmirik. Ona görə adam biraz çəkinir. Belə qızlar, mən yumşaq bir xəmir yoğurdum. Ələ yapışmayan bir xəmirdir. 1 saat qoyacağam acısın. Ona kimi ətin içini hazırlayıb qoyacağam soyuducuya. Çünki mən hər zaman soyuducuya əti belə hazırlayıram, marinat edirəm. İstər kotlet olsun, istər gürcü xəngəlinin yəni içliyini hazırlayanda qabaqcadan hazırlayıram, soyuducuya qoyuram. Yəni bir-birinə ətin dadı, duzu qarışır, ondan sonra bişirirəm. 1 saat ərzində qoydum acımağa. Yaxşı da acıdı. Yəni acıyandan sonra götürdüm. Yəni kündələdim. 6 ədəd kündə çıxdı qızlar. Yəni o bizə bəs etdi. Yəni bu bir porsiyanın
yəni reseptini götürmüşdüm. 6 ədəd çıxdı. Bizə məsələn doyumlu, tutumlu oldu. Yaxşı oldu. Yəni əgər belə deyim də, ailədə çox nəfərsizsə də, indi biz 4 nəfərik. Ona görə bəlkə də bizə çatdı. Biz yəni polnu doyduq. İndi sizin ailənizdə yəni ailənizə qədər, yəni nə qədər nəfərsiz onu qədər bişirə bilərsiniz. İstəsəniz 2 porsiyanı da götürə bilərsiniz. Amma mən yəni bir porsiyanı götürdüm. Çox da yəni hamımıza da çatdı. Qızlar, mənim deyərsiniz ki, keçən dəfə də dedin, axırında da sən demə soyuducumun arxa tərəfinə düşüb biber, rəngli biberim var idi. Onları blenderdən keçirdim ətin içərisinə. Bir ədəd acı biber vurdum. Acı biberin də düz istiotda vurdum ətə. Heç acı biberin acılığı yoxdur. Yəni bax, əvvəl biraz çəkindim, dedim ki acı olacaq, amma gördüm ki yox, heç acılığı da yoxdur. Nədənsə biberlərin heç acılığı qalmayıbmı deyim, acı deyil. Heç keçən də belə idi. Şoraba belə tutanda mən keçənli elə olurdu ki, birini qoyurdum. Düzdür, biz acılı sevdiyimiz üçün, amma yenə də baxırdım ki, acısızdır. Qışda açanda görürdüm ki, o qədər də acılı deyil. Biberi blenderdən keçirdim. Bir ədəd də pomidor, orta boy pomidor götürmüşəm. Siz istəsəniz 2 ədəd balaca da götürə bilərsiniz. Yəni mən orta boy bir ədəd pomidor götürdüm. 2 ədəd də orta boy, yenə deyirəm, soğan. Böyük olanda böyük bir ədəd bəs edir. Amma 2 dənə balaca soğan götürdüm. Ətin üzərinə, yəni blenderdən hamısını keçirdim. Ətə də duz istiot. Biraz da sarı kök vurdum. Mən hər zaman sarı kök vururam. Bəzən elə olur kotletdə də belə vururam. Onu sarı kök vuranda həm ədviyyat kimi, həm də ki ətin rəngini qızartmır. Ət belə halda qızarır istər-istəməz, amma onda qızarmır. Mən hər zaman vururam. Bəlkə də bilmirəm, sarı kökü daha çox istifadə edirəm. İndi bilmirəm, yəni sevənlər var ya yox. Bəzən elə adam var ki, deyir heç mən ümumiyyətcə sarı kök istifadə etmirəm. Amma mən hər zaman sarı kök istifadə edirəm. Demək olar ki, ədviyyatların içində ən çox sarı kök alıram. Sarı kökü daha çox sevirəm, daha da çox istifadə edirəm. Yəni bütün yeməklərdə demək olar ki, istifadə edirəm. Yəni liboy yeməkdə bəzi yemək, yəni təkdə tükdə bir yeməyə vurmaram, belə deyim, sarı kök. Evdəkilər də sevirlər. Bilmirəm, başdan elə öyrətmişəm ondan da, yoxsa elə yəni özləri sevirlər, ona görədir. Belə qızlar, sizlər necə? Sizlər də hazırlayırsınızmı? Bir də bir sözü deyim qızlar. Mənim yəni videolarım, hansı tərzdə videolar istəyirsiniz məndən? O mənim üçün maraqlı olar. Düzdür, mənim yəni video kanalımda tək biş-düş olmayıb. Ev təmizliyi də olub, mağaza çəkilişi də olub, Trendyol, Temu açılışı da olub. Yəni fərqli videolar olub. Sırf yəni biş-düş olmayıbdır. Mənim üçün maraqlı olar ki, məndən hansı videolar istəyirsiniz, hansı tərzdə videolar istəyirsiniz. Mən də o tərzdə videolar çəkərəm. Mənə də bir ideya olar, bir maraq qatmış olarsınız. Mən də o videoları, o tərzdə videoları çəkərəm. Sizlərlə paylaşaram. Hər birinizin fikirləri mənim üçün maraqlı olar. Hər birinizin fikirlərinizi yorumlarda gözləyirəm. Düzdür, hər videomda deyirəm, indi sağ olsunlar, deyənlər də var. Məsələn, bu tərzdə yəni sual verənlər də var. Yəni hansısa bir fikirlərini deyənlər də var. Yəni belə deyim, mən onları dinləyirəm, onlara cavab da verirəm. Hər birinin fikirləri mənim üçün, yenə deyirəm, maraqlıdır. Hər birinin fikirləri mənim üçün önəmlidir. Düzdür, təzə çəkilişə başlamışam. Mən bəlkə də hardasa nəsə səhvlərim olur, bəlkə səhvləri buraxıram. Yəni məndən böyüklər, məndən qabaqda çəkənlər bəlkə də mənə fikir olaraq bir necə deyim, yol olaraq göstərə bilərlər. Mənim üçün maraqlı olar. Yəni onların fikirləri. 6 ədəd yəni kündəm götürdüm qızlar.
acıdı. 1 saat qoydum acımağa. Çox da elə acıyıb belə daşımağa ehtiyac deyil. Mən 1 saat qədərində qoydum acısın. 6 ədəd də kündə götürdüm və ondan sonra yəni normal kündələdim. Belə deyim, bir yuxanın kündəsini tutdum. Barmaq qalınlığında da uzunsov şəkildə yayıb içərisini ətlə doldurub qıraqlarını bükürəm qızlar. Düzdür, yenə deyirəm, ilk dəfədir bişirirəm. Bəlkə də qıraqlarını yaxşı səliqəli bükməmişəm. O səhvlərimi nəzərə alarsınız. Dadı amma çox gözəl idi. Çox bəyəndim, yenə dediyim kimi. İnşallah növbəti videolarımda da lahmacun bişirərəm. Sizlərlə paylaşaram. Lahmacun olsun, istər dönər olsun. Yəni sevə-sevə mən hər hansı bir videomu çəkirəmsə də sevə-sevə çəkirəm ki, o videolarıma sevgi qata-qata çəkirəm ki, sizlər də izləyəndə sevə-sevə baxasınız, sevə-sevə yəni izləyəsiniz, belə deyim. Mən özüm digər yəni vloglara baxıram, digər blogerlərin vloglarına baxıram, yəni sevə-sevə izləyirəm. Hər hansı bir fikrim olanda da, yəni fikrimi yorumlarda yazıb, yəni bildirirəm, belə deyim. İstər yaxşı tərəfdən, hansısa bir nəyisə öyrənmək tərəfdənmi deyim, istər nəyisə məsləhət almaq, istər də nəyisə bir məsləhət vermək deməzdim, amma fikrimi bildirmək deyərdim. Mən də özüm kiməsə fikrimi bildirdiyim kimi istəyirəm ki, kimsə də mənə yəni yorumlarda yazsın, fikirlərini bildirsin. Hər birinizdən də gözləyirəm. Hər birinizin fikirləri mənim üçün maraqlı olar. Belə qızlar, uzunsov şəkildə yayıram. Barmaq yəni qalınlığında çox da naz etmək lazım deyil. Onda çox quru olur. Əvvəlcədən də isidilmiş 180-200 dərəcəli sobada bişirirəm. Sərin-sərin bişirin qızlar. Çünki sərin-sərin bişirəndə əti də bişir. Çünki bu çiğ ət olduğu üçün sərin-sərin bişəndə daha yaxşı olur. Əvvəlcə yəni alt hissəsini bişirdim, sonra isə yəni üzərinə qoydum. Üzəri də gözəl qızardı. Üzəri üçün də 1 ədəd yumurta sarısı, biraz da içərisinə duru yağ qatdım ki, yəni yaxşı qızarsın. Gördüyünüz kimi nazik, barmaq qalınlığında yəni yayıram. Çox da yuxaltmıram. Belə qızlar, indi yenə sobada sizin özünüz, yəni bişirdiyiniz sobanın dərəcəsini siz özünüz daha yaxşı bilərsiniz. Mənim sobam əvvəlki sobalardandır, yəni bu təzə sobalardan deyil, yəni kuxuna içi sobalardan deyil. Yəni onlar biraz fərqli bişirir bunlardan. İndi yəqin ki, siz hərə öz sobasının, belə deyim, dilini daha yaxşı bilər. Mən 200 dərəcədə, əvvəl 180-ə qoydum, gördüm yox, biraz zəifdir, qaldırdım 200 dərəcəyə. Belə qızlar, uzunsov şəkildə yaydım, çox da naz etmək lazım deyil. İçərisinə də uzunsov şəkildə əti qoydum, əlimlə də biraz forma verdim. Yenə deyirəm, qıraq hissəsini bəlkə də yaxşı restoranlardakı qədərində bükə bilməmişəm. O qədər də, yəni mən professional deyiləm ki, yəni onlar qədərində bişirəm. Amma yenə də ilk dəfəmə görə çox gözəl oldu. Sizlər də bişirə bilərsiniz, sizlər də dada bilərsiniz. Yəni çəkinmədən, istəsəniz hər şeyi sevə-sevə, sevgi, istək olanda hər şey gözəl olur. Əsas odur ki, siz istəyəsiniz, siz bişirəsiniz, sizin ürəyinizdən gəlsin. Hər hansı bir iş olsun, onu sevərək edəndə o iş daha gözəl olur. Daha yolunda gedir. Allah da deyir ki, nəyisə istəyirsinizsə də ürəkdən istəyin, sevə-sevə istəyin. Mən də ona görə hər zaman hər bir işim olsun, nə olur olsun, onu sevə-sevə yəni bişirmək olsun, istər evi yığmaq olsun. Hər nə işim olur olsun, yəni baxıram, özüm də baxıram ki, hansını ki könülsüzüm, yəni belə deyim, yəni ürəksiz edəndə həmən yəni iş